Hər vaxt xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. Bugünkü video izahda MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri üçün riyaziyyatdan göndərdiyim sınağın izahına baxacağıq. Qeyd edim ki, sınağın linki rəy bölməsində yerləşdiriləcək. Rəy bölməsinə daxil olub sınağı təkrar işləyə və yaxud da sınağı işləməyən müəllimlər sınağı işləyə bilərlər. Hər hansı bir irad və təşkiliniz varsa rəy bölməsində qeyd edə bilərsiniz. Və videonun sizə faydası varsa bəyənib paylaşa bilərsiniz. Hər birinizə uğurlar. Başlayaq birinci sualın izahına. Birinci sualda bizə deyir ki, diaqramda göstərilən boş sahə bütün digər əkin əkilən sahələrin, yəni pambıq, arpa, qarğıdalı, buğda cəmində 1420 kvadrat metr az olarsa, boş qalan sahə neçə kvadrat metrdir? Biz bilirik ki, dairəvi diaqram ümumilikdə cəmi 630 dərəcəyə uyğundur. Yəni tam bucağa uyğun. Pambıq 1/3 hissəsidir. 600 deməli 360-ın 1/3-ni tapmaq üçün böldük 3-ə, vururuq 1-ə, bu eləyir 120 dərəcə. Hər birinin dərəcə ilə və yaxud da hər birinin kəsiri ilə yazmaq lazımdır ki, boş sahə hansı hissəni və yaxud da hansı dərəcəni təşkil edir, onu tapaq. Deməli pambıq oldu 120 dərəcə. Sonra isə qarğıdalı 5/1 hissəsi. 360-ın 5/1-ni tapanda bölürük 5-ə, vururuq 1-ə, bu da eləyir 72 dərəcə. Deməli qarğıdalı da olur 72 dərəcə. Və boş sahə nə qədər olacaq? Biz boş sahəndə neçə dərəcə uyğun olduğunu tapmaq üçün ümumi 360-dan pambıq, arpa, qarğıdalı, buğda olan dərəcələri çıxmalıyıq. Yəni ümumi onların cəmi nə qədərdir? 120. Üstə gəlsin 50, üzərinə gəlsin 72 və üzərinə gəlsin 80. Bu da bərabər olar 200, 250, 250 üstədə 72 gələndə bu da eləyər 300, deməli 320, 322 dərəcə. Ümumi deməli boş sahədən başqa əkinlən yazaq bura. Əkilən 322 dərəcə uyğun olmuş oldu. İndi boş sahə neçə dərəcə uyğundur tapmaq üçün 360 dərəcədən çıxarıq əkilən sahəni. Yəni 322 dərəcəni. Yerdə qalar 38 dərəcə. Bu da olar boş sahə. İndi bizə nə deyirdi? Boş sahə ümumi cəmdən, yəni əkilən sahədən 1420 kvadrat metr az. Nə üçün az? Deyirik ki, bu 38 dərəcədir. Əkin əkilən sahə isə 322. 322-dən çıxsaq 38-in, yerdə qalar 12-dən 8 çıxanda 4, 1 getdi, 11-dən 3 çıxanda yerdə qalar 8, 284 dərəcə az olduğuna görə 1420 kvadrat metr azdır. Bəs onda 1 dərəcəyə nə qədər düşür? Onda biz 1420-ni bölərik 284 dərəcə və alarıq 5. Tapdıq ki, 1 dərəcə 5 kvadrat metr sahə yerləşir. Bizdən də soruşur ki, boş sahə neçə kvadrat metrdir? Boş sahəni də biz burada qeyd etdik ki, boş sahə nə qədərdir? 38 dərəcəyə uyğundur. Və 1 dərəcədən 5 kvadrat metr varsa, 38 dərəcədə nə qədər var? Biz onda 38-i vurarıq 5-ə, 40,04 yadda, 5 üçün 15 o da 4, 19. Yəni 190 kvadrat metr olmuş olacaq. Birinci sualda cavabımız olur C variantı. Keçək növbəti suala. İkinci sual adi və onluq kəsrlərə aid sualdır və bizə deyir ki, adi onluq kəsrlərdən ibarət ədədlər verib, aşağıdakılardan hansı doğrudur? Yazıb ki, A bərabər 2,15. Ya onluq kəsrləri adi kəsrlərə çevirib müqayisə etməliyik, ya da ki, adi kəsrləri onluq kəsrlərə çevirib müqayisə etməliyik ki, daha rahat olsun. Hər biri onluq kəsrini ifadə edək. A onluq kəsr olduğuna görə olduğu kimi qalır. B-ni yazarıq onda B bərabərdir 2,105. İndi C 11 bölünsün 5-dir. 11-i 5-ə böləndə deməli C bərabər olacaq. 11-in içində 5, 2 dəfə tam 1 qalar. Onu 5-ə böləndə isə düşər 2. 2,2. Və yaxud da tutaq ki, belə də bölə bilərsiniz. İmtahanda təbii ki, kalkulyatorla istifadə edə bilərsiniz. Və yaxud da 11-i 5-ə böləndə 2 dəfə 2 5-in 10, 1 qalar. 1 içində 5 olmadığına görə tam qoyarıq. 0 yazarıq, 10-u 5-ə böləndə 2. Yəni 2,2 oradan yaranmış olur. Növbətində məsələn 9 bölünsün 4-ü göstərək. 9-u böləndə 4-ə, 9-un içində 4 2 dəfə. 2 4-ün 8 olar. 1, 1-in içində 4 olmadığına görə artıq tam qoyarıq. 10-un içində 4 2 dəfə, 2 4-ün 8 olar. Ondan 8-ini çıxdıq 2, yana 0 yazdıq 20. 20-ni 4-ə böləndə düşər 5 dəfə. Yəni D də bərabər olar 2 tam %25.
Və indi hansının böyük, hansının kiçik olduğunu müqayisə edək. Deməli, mövzu izahında da qeyd etmişdik ki, onluq kəsrlərin sonuna istədiyimiz sayda deməli nə yaza bilərik? 0 yaza bilərik. Yəni bunların sonuna istədiyimiz sayda fərqi yoxdur. Hər birinin sonuna 0 yaza bilərik. Və indi burada ilk rəqəmlərindən müqayisə edə bilərik. Hər biri 2 tamdır. Hər biri 2-dirsə, artıq vergüldən sonrasına baxaq. Vergüldən sonra 3 rəqəminə baxmağımız yetərli. Yəni baxın bu 150, bu 105, C isə 200. Hər birinin sadəcə 3 rəqəminə baxmamız yetərli. Digəri isə 200, yəni D də 250. Bunların içində baxaq. Ən böyüsü hansıdır? Deməli 250, 200, 105 D-dir. Ən böyüsü D. Sonra D getdisə yerdə qaldı nə? 200, 105 sonra C-dir. Yəni D böyükdür C-dən. C də böyükdür deməli 105, 150, yəni A-dan. A da böyükdür deməli B-dən. Hər birini yaz. A da böyükdür B-dən. Ən kiçikləri B-dir. Yəni cavabımız olur B kiçik A-dan, A kiçik C-dən, C də kiçik D-dən. Uyğun gələn variant hansıdır burada? Baxa, A variantı elə olmuş olur. Keçək növbəti suala. Üçüncü suala baxırıq. Üçüncü sualda bizə deyir ki, sinifdəki oğlanların sayı qızların sayının 5-də 2 hissəsini təşkil edir. Əgər həm qızların, həm də oğlanların sayı 2 nəfər azalsaydı. Baxın, demir azalmır. Bəzən müəllimləri çaşdıran məqam bu olur ki, tutaq ki, məsələni həll edirlər, cavabı tapırlar, sonra gedib cavabdan ikiliyini çıxırlar. Azalsaydı, yəni belə bir hadisə yoxdur. Sadəcə şərt verir ki, həmin şərtə uyğun biz tənlik qurub məsələni həll edə bilək. Nəysə, davam edirik. Azalsaydı, onda oğlanların sayı qızların sayından 3 dəfə az olardı. Bu məlumata əsasən sinifdə cəmi neçə şagird var? Qeyd edək, deməli, oğlanların sayı və qızların sayı. Qızların sayı, oğlanların sayı qızların sayının 5-də 2 hissəsi. Yəni, qızların sayını x yazsaz, oğlanların sayı 5-də 2x yaza bilərsiniz. Heç bir fərqi yoxdur. Və yaxud da kəsirsiz daha rahat həll etmək istəyiriksə, biz belə edirik. Deyərək ki, müəllim, onda qızların sayı kəsirsiz olsun deyib. Məxrəc neçədir? 5 deyil. Qızların sayını yazaram 5x. Oğlanların sayı olar nə qədər? Bunun 5-də 2 hissəsi. 5-in elə 5-də 2 hissəsi elə 2x deməkdir. Yəni 5-i 5-ə bölüb 2-yə vuranda 2x. Və daha rahat olur. Biri var kəsirlə həll edək, biri var isə kəsirsiz bir üçün daha rahat həll olmuş olar. Kəsirlə də həll etsəz eyni cavab almış olacaq. Sadəcə çalışıram ki, ən rahat yollarını göstərim. Davam edək. Hər biri 2 nəfər azalsaydı. Yəni oğlanlar 2x-dir. 2 nəfər azalanda 2 çıxıram. Qızlar da 5x. 2 nəfər azalanda 2 çıxıram. Və deyir ki, oğlanların sayı qızların sayından 3 dəfə az. Oğlanların sayı 3 dəfə az olduğuna görə. Biz onda oğlanların sayını 3-ə vursaq, qızların sayına bərabər olarmı? Olar. Bərabərdirsə, onda biz bərabər qoyub buradan x-i tapa bilərik. Paylama qanuna görə 3-ü 2-yə vuranda 6x, çıx 3, 2-ni 6, bərabərdir 5x. Çıxılsın 2. 6-dan 5-in çıxanda x bərabərdir. -2 üstə 6 gələndə 6-dan 2-sini çıxırıq, 4 cavabını almış olur. Oğlanların sayı deməli 2 vurulsun 4, 8 nəfər. Qızların sayı isə 5 vurulsun 4, 20 nəfər. Bizdən ümumi sinifdə cəmi neçə şagird var soruşur. 20 qız, 8 oğlan. Cavab edir 28. Yəni B variantı. Həqiqətən də 8-dən 2 nəfər az 6 edər. 20-dən 2 nəfər az 18 edər. 6 da 18-dən 3 dəfə az olmuş olar. Güman edirəm aydın olmuş oldu. Keçək növbəti suala. 4-cü suala baxırıq. 4-cü sualımız deməli vaxt məsələsinə aid olan sualdır. Sualda bizə deyir ki, imtahan saat 10:00-da başlayır. Müəllim evdən imtahan mərkəzinə 50 dəqiqə gedir. O imtahanın başlamasına yarım saat qalmış mərkəzdə olmaq istər. Lakin yolda 15 dəqiqə əlavə vaxt itirəcəyini nəzərə alarsa, evdən ən gecə saat neçədə çıxmalıdır? Deməli, yarım saat, 1 saatımız 60 dəqiqədir. Yarım saatda deməli 30 dəqiqədə buradan olacaq. Nə deyirik? Deyirik ki, əgər fikirləşirsə 30 dəqiqə, yəni yarım saat qalmış çatacaqsa, 30 dəqiqə buradan vaxt lazım. 50 dəqiqədə bunun yolu. 30 üstə gəlirik 50-ni. Bu edir 80 dəqiqə. Sonra da deyir ki, 15 dəqiqə vaxt itirəcək. 15 dəqiqədə əlavə vaxt itirəcək yolda. Gedişəcək hər hansı bir səbəbdən və s. Yolla qonşusunu görəcək, əsgər yoldaşını görəcək, padruqasını görəcək və s. İndi kimdisə. Deməli 15 dəqiqədə oradan üstünə gəlsək 50, 80 və bu da edər deməli 95 dəqiqə.
Yəni 95 dəqiqə itən vaxt. 95 dəqiqəni biz saata çevirsək. 1 saatımız 60-dır axı. 60-ını çıxsaq, yəni biz bunu yaza bilərik. 1 saat nə qədər? 1 saat 35 dəqiqə kimi. İmtahan neçədə başlayacaqdı? 10:00. Deməli buna nə qədər vaxt lazımdır? 1 saat 35 dəqiqə. Onda biz 10:00-dan çıxarıq 1 saat 35 dəqiqə. Daha rahat olsun deyə 10 saatdan 1 saatını götürərik. Biz bunu yazarıq. 9 saat. 1 saatımız da 60 dəqiqədir axı. Dəqiqəyə çevirərik. 9 saat 60 dəqiqə kimi yazarıq. Yəni 10 saat elə 9 saat 60 dəqiqə. Eyni anlayışdır. Və biz bundan çıxarıq 1 saat 35 dəqiqə. 60-dan 35, 25, 9-dan 1, 8. Yəni ən gec evdən 08:25-də çıxmalıdır. Cavabımız edir A variantı. Keçək növbəti suala. 5-ci suala baxırıq. 5-ci sualda bizə deyir ki, bir qabın 1/3 hissəsi su ilə doludur və bu qaba tili 5 sm olan kub şəkilli qabla 8 dəfə su töküldükdə qabın 0,75 hissəsi doldu. Böyük qabın tam həcmi neçə litrdən soruşur. Qeyd edək ki, deməli 1 litr bərabərdir 1 desimetrin kubuna. 1 desimetr 10 sm olduğuna görə kubu deyəndə artıq, yəni 10-un kubu 10 vur 10 vur 10, bu da edir 1000 kub santimetr. Bura qədər yadımızda. Nə üçün kub santimetrini ifadə etdik? Çünki deyir ki, bu qaba tili 5 sm olan kub şəkilli qabla. Kubun da bilir ki, bütün tərəfləri bir-birinə bərabərdir. Və kubun həcmi, bu da qeydə yadımıza düşsün. Kubun həcmini tapmaq üçün ümumiyyətlə həcm n vur uzunluq vur hündürlük. Bütün tərəfləri bərabər olduğuna görə V bərabərdir A vur A şəklində və yaxud da A kubu şəklində ola bilər. Onda V bərabər olacaq. Yəni 5 vur 5 vur 5-ə. Bu da edəcək 125 kub santimetr. Və 8 dəfə su tökəcəksə, 8-i vuranda 125 kub santimetrə. Bu da edər deməli 1000 kub santimetr. 1000 kub santimetr deyilə bərabərdir nəyə? 1 desimetrin kubuna. Yəni o da ilə 1 litrə bərabərdir. Bura qədər yəqin ki, aydındır. Yəni bu qaba tili 5 sm olan kub şəkilli qabla 8 dəfə su tökmək həmin qaba 1 litr su tökmək deməkmiş. Davam edək. Qab nə qədər tutur bilmirik, x olsun. 1/3 hissəsi doludur. Bu edir 3/x. Üzərinə gəlmişik artıq 1 litr. 1 litri də hardan aldıq? Qeyd etdik. Və nə qədərsə dolub? 0,75. 0,75 %75 deməkdir. Və hər biri 25-ə bölünəndə 4/3 hissəsi deməkdir. Yəni bu da bərabərdir 4/3x. Onda 1 litr bərabərdir. Onda 4/3-dən çıxarıq biz 3/1-in. Ortaq məxrəc bulansın. Deməli 4 və 3 12 olar. 12-yə gəlməsi üçün 3-ə, 12-yə gəlməsi üçün 4-ə vurmalıyıq. Onda 1 litr bərabərdir. 3-ün 9 edər. 1/4-ün də 4. 9-dan 4-ün çıxanda bu da edər 12-də 5x. Çarpı şəkildə vuranda onda 5x bərabər olar 12-yə. X də tapmaq üçün 12-ni bölməliyik 5-ə. 12-ni 5-ə böləndə deməli x bərabər olar düşər 2 dəfə. 20-ni böləndə 4, yəni 2,4 litr olmuş olar. Cavabımız olacaq 2,4 litr, yəni Y variantı. Keçək növbəti suala. 6-cı suala baxırıq. 6-cı sualda bizə deyir ki, kvadratın enini 20% azaldıb, uzunluğunu 40% artırsaq, sahəsi 112 kvadrat santimetr olan düzbucaqlı alınır. İlkin kvadratın perimetri neçə santimetrdir? Kvadrat bilirik ki, bütün tərəfləri bərabər olan dördbucaqlıdır. Yəni bir tərəfi A olsa, bütün tərəflər A olmuş olacaq. 20% azaltmaq nə deməkdir? Yerdə neçə faizi qalır onda? 100-dən çıxanda biz ümumiyyətlə tam ədəd 100% kimi gedirik. 100-dən 20-sini çıxsaq, deməli 80% qalacaq. 80%-də, yəni 100-ə böləndə kəsir formasında göstərsək, 0,8 hissəsi qalmış olacaq. Yəni artıq bir tərəfi A vurulsun 0,8-ə. Bu qədər olacaq. Və tutaq ki, məsələn, bir tərəfi qarşı-qarşı olan üstə. Artıq A yox, belə bir, məsələn, göstərək qarşı üstə. Belə bir figürandır.
Yəni artıq bu tərəflər oldu 0,8 A və 0,8 A. Sonra isə deyir, uzunluğunu 40% artırsaq. 40% artırmaq, ümumi 100%-in üzərinə 40 gəndə bu edir 140% və biz bunu kəsr ifadə etsək, 100-ə böləndə bu da düşər 1,4. Yəni artıq uzunluğu da olacaq 1,4 A. Bu formada birini alırıq. 1,4 A düz bucaqlı almış. Deməli A vurulsun 0,8, yəni 0,8 A. Üzərinə gələndə 1,4 daha doğrusu sahəsini deyir, üzr. Sahəsi deyəndə, yəni vurulsun deməli bu da vurulsun 1,4 A-ya və bu bərabər olur neçəyə? 112 kvadrat santimetr. Ondan A-nı A-ya vuranda bu A-nın kvadratı edir. 8-i 14-ə vuranda olacaq A-nın kvadratını burada yazaq. 8 4-ün 32 bir yadda, 8 1-in 8 daha doğrusu 3 yadda. O da 3 32 ikisini yazdıq. Deməli 3 yadda. İkisini yazdıq. 3 yadda. 8 o da 3 11. 112 vergüldən sağa 1 2 rəqəm olduğuna görə. İkisini ayıranda bu da deyəcək 1,12 A-nın kvadratı bərabərdir 112 kvadrat santimetrə. Hər birim 100-ə vursa vergüllər itmiş olar. Yəni onlar 100-ə vuranda bu tərəfi tam aydın olsun. Onlar 112 A-nın kvadratı bərabərdir 112-ni 100-ə vuranda artıq 11 arxasında 2-dən 0 112 arxasında 2 0 yazmış olacağıq. Və baxaq. Artıq hər biri 112-yə bölünər. Yəni A-nın kvadratı bərabər olar 100-ə. Və yaxud elə əvvəlcədən də 112-ni böləndə 1,12-yə 1 tama böləndə elə 1, 100 əksinə yerini dəyişir. Üstə qalxır. Bunu əvvəlki deməli onluq kəsirin vurulması bölünməsində qeyd etmişdik. Oradan yadımıza salıb daha tez bazarda həll edə bilərdik. Nəysə, A kvadratı bərabərdir 100. Hansı eynələri bir-birinə vuranda 100 edər? Biri mənfi 10-dur. Təbii ki, mənfi bizə aidiyyatı yoxdur. Çünki uzunluqdan söhbət gedir. Deməli, A bərabərmiş nəyə? 10. Yəni 10-u 10-a vuranda 100 etmiş olur. Əvvəlki kvadratın tərəfi nə qədərmiş? 10-dur. Perimetrini soruşur. P bərabərdir 4 A ilə hesablanır. Bütün tərəfləri bərabər olduğuna görə. 4-ü də vuranda 10-a cavabımız edir 40 santimetr. D variantı. Keçək növbəti suala. 7-ci suala baxırıq. 7-ci sualda bizə deyir ki, bidonun 0,3 hissəsi su ilə doludur. Bidonun tutumunu yazaq. Bidon bilmirik, x-ni ifadə edir. 0,3 hissəsi 0,3x deməkdir. Bu bidona bidonun öz həcminin 1/4 qədər su əlavə etdikdən sonra 1/4 100-ü 4-ə böləndə 0,25 deməkdir. Yəni x-in 0,25 hissəsi ilə 0,25 x deməkdir. Onluq kəsrlərdə qeyd etmişdik. Əlavə etmək, yəni toplayırıq və bundan sonra 24 litr su götürdülər. Götürmək demək çıxırıq. 24 litrini çıxırıq, litr və bidonun yarısı boş qalır. Yarı nə deməkdir? Yəni 2-də 1 hissəsi. 2-də 1 hissəsi boşdursa, dolu hissəsi nə qədərdir? Dolu hissəsi də yenə də 2-də 1-dir. Yəni yarısı boşdursa, deməli digər yarısı da nə olmalıdır mütləq? Dolu olmalıdır. 2-də 1-i də biz onluq kəsrə çevirsək, onu 2-yə böləndə 5, yəni 0,5 deməkdir. Yəni bu da bərabərdir 0,5 x-a. X-in 0,5 hissəsi elə 0,5 x deməkdir. Daha rahat həll edək deyə deməli 10-da var və 100-dələr var. Onda biz 100-lü onluq kəsrə çevirmək üçün bunun arxasına 0 yazarıq. Yəni 0,30 olar. Bunun arxasına 0 yazanda 0,50 olur. Onu da yazaraq 0,30 x. Üstə gəl 0,25 x. 0,50 sola keçəndə çıxma olacaq. Çıxılsın 0,50 x. 24 də sağa keçəndə müsbət olmuş olacaq. 30 üstə 25 55. 50-sini çıxanda qalır 5. Yəni 0,5 x bərabərdir 24 litrə. %5-i 24 olan ədəd. Deməli yarısı vurdu. X buradan bərabər olur. 10-da 5, %5 daha doğrusu. 20-də 1 demək. 24-ü 1-ə bölüb 20-yə vuranda cavab elər 480 litr. Hardan gəldiyini də göstərək. %5, yəni 0,5. %5 demək.
Hər biri 5-ə bölünəndə 20-də 1 deməkdir. 20-də 1 hissəsi 24 olan əldə tapaq. 24-ü onda x bərabərdir. Bölürük 1-ə, yəni göstərilən kəsinin sürətinə, vururuq məxrəcinə. Və 480 litr cavabını buradan almış olur. Tapdıq ki, biz deməli, həmin bidon nə qədər tuturmuş? 480 litr tuturmuş. Bura qədər yəqin ki, aydındır. İndi isə bizə deyir ki, bu bidonu teli 20 sm olan kub şəkilli qabla doldurmaq üçün neçə tam dolu qab su lazımdır? Altıncı suallara qeyd etdik. Kubun həcmi V bərabərdir A kubu ilə hesablanır. Yəni 20 santimetrin kubu bərabər olacaq. 2 vur 2 vur 2. 8 arxasında 3 0. 8000 kub santimetr. Litr ilə verildiyinə görə biz nə etməliyik? Həmin deməli 8000 kub santimetri litrə çevirməliyik. Və qeyd etmişdik ki, 1 desimetrin kubu bərabərdir 1000 daha doğrusu 1000 santimetrə 1 saniyə. Şöyle qaytaraq. 1 desimetrin kubu bərabərdir 1000 kub santimetrə və o da bərabər idi 1 litrə. Onda 8000 içində neçə min var? 1000-ə böləndə bu da 8 desimetrin kubu edir və yəni 8 litr etmiş olur. Bizə demək istədiyi buymuş. Tutumu 8 litr olan qabla, yəni neçə tam dolu qab lazımdır ki, həmin bu tutumu 480 litr olan qabı nə edək? Dolduraq. Onda 480 içində neçə 8 var? Tapaq. 480-də bölürük 8-ə, cavab edir 60. Yəni 60 dəfə tam dolu qab su lazım olar. Cavabımız olar E variantı. Keçək növbəti suala. 8-ci suala baxırıq. Şagird imtahandakı bütün sualları həll etmək üçün 2 saat 30 dəqiqə vaxt planlaşdırır. 1 saatımız 60 dəqiqə olduğuna görə. 2-ni 60-a vuranda bu edər 120 dəqiqə və plus 30 dəqiqə bu edir 150 dəqiqə. Deməli, bütün sualları 150 dəqiqə həll etmək planlaşdırır. O, bütün sualların 5-də 3 hissəsini planlaşdırdığı sürətdə həll etdikdən sonra 5-də 3 hissəsini həll edirsə, 150-nin 5-də 3 hissəsi, yəni 150 dəqiqəlik sualdır. 5-ə bölüb 3-ə vuranda 30, 30-da 3-ə vuranda bu deyir 90 dəqiqə. Yəni 90 dəqiqəlik vaxtı getdi. Yəni bu bitib. Nə qədər qalır? 150-dən çıxanda 90-ın yerdə qalır 60 dəqiqəlik qalıb. Və yaxud da 5-də 3 hissəsi gəlibsə 5-də 2 hissəsi qalıb. 150-nin 5-də 2 hissəsi yenə də 60. 20 dəqiqə fasilə verir. Əslində bu ümumi 60 dəqiqə bitirməlidir axı. 20 dəqiqə fasilə verirsə, 60-dan çıxanda 20-si. Artıq bunun qaldı 40 dəqiqəsi. Nə oldu? Qaldı. 40 dəqiqəsi qaldı. 60 dəqiqə həll edəcək suallar. Artıq indi neçə dəqiqə həll etməlidir? 40 dəqiqə həll etməlidir. Bizdə də soruşur ki, şagird imtahanı vaxtında bitirmək üçün qalan suallarda həll etmə sürətini neçə dəfə artırmalıdır? Deməli, 60 dəqiqə həll etməli olacağı sualları 40 dəqiqə həll etmək üçün sürətini nə qədər artırmalıdır? İşləmə sürətini. Onda biz nə etməliyik? 60-ı bölməliyik 40-a. 0-lar gedər. Hər biri daha doğrusu 20-yə də bölünər. Elə 20-yə böləndə 3, 20-yə böləndə 2. 3-ü 2-yə böləndə 1,5. Deməli, işləmə sürəti 1,5 dəfə artırılmalıdır. Cavabımız olur B variantı. Keçək növbəti suala. 9-cu suala baxırıq. 9-cu sualda bizə deyir ki, bərabərsizliyi ödəyən ən böyük natural həll ilə ən kiçik natural həllin cəmini tapın. Niyə bunu geri qaytaraq? Tam yerləşmiş olsa. Ən böyük ən kiçinin həllini tapaq. Deməli, bərabərsizliyi bu formada qeyd edib. 22 kiçikdir 4x çıx 6-dan və o da kiçik və bərabərdir 54. Hər tərəfin üzərinə nə edirdik? 6 gəlirik ki, x tam sərbəst qalsın. Yəni, bir-bir davam edir. 22 üstə 6, 28, 4x öz yerində.
Üstünə 6 gələndə artıq bu 6'lar bir-birinə islah olur. 54 üstədə 6 gələndə bu da edir 60. Yenə x tam sərbəst qalsın deyib mən hər birini bölürük. X-in yanında nə var? 4-ə vurub da. Deməli hər birini bölürük nəyə? 4-ə. Hər birini 4-ə böləndə x sərbəst qalır. Kiçik və bərabərdir 15-dən, böyükdür isə 7-dən. Ən böyük natural həlli ilə ən kiçik natural həllinin cəmini tapın. 7-dən böyük ən kiçik, buraya yazaq kiçik. 7-dən böyük ən kiçik natural həlli neçəni ala bilər? 8-i və ən böyük bəs ən böyük. Ən böyük. Əgər burada bərabərlik şərti olmasaydı, bax burada qeyd olunur. Bərabərlik şərti olmasaydı biz nə edəcəyik? Biz elə 15-dən kiçik, amma ən böyük 14-ü götürərdik. Amma bərabərlik şərti o deməkdir ki, 15-in özünü də ala bilər. 15-ə bərabər. Yəni 15-dən kiçik və bərabər ən böyük neçəni ala bilər? Elə 15-in özü. Və bizdən cəmini soruşurdu. 15 8 deyəndə cavab edər 23, yəni B variantı. Düşünürəm ki, bu sual bir çox uzun yaza biləcəyi sual olmalıdır. Keçək növbəti suala. 10-cu suala baxırıq. 10-cu sualda bizə deyir ki, uyğunsuzluğu müəyyən edin. 20-də 3 kilometr bərabərdir 15.000 santimetr. Qeyd edək, deməli 1 kilometrimiz bərabərdir 1000 nəyə? Metrə. 1 metrdə 100 olduğuna görə 1000-i 100-ə vuranda bu deyilir 100.000 deməli santimetr. Bəs 20-də 3 nə qədər olacaq? Biz 100.000-i burada qeyd etdiyimiz 100.000-i kilometr olduğuna görə 100.000 bölməli 20-də 3-ün tapanda 20-yə və vurmalıyıq 3-ə. Bu da bərabərdir. 100-ü 20-yə böləndə 5 dəfə, yəni 5000 və 5000-i 3-ə vuranda bu da edir 15.000 santimetr. Deməli, birincisi doğru. Bizdən daha doğrusu uyğunsuzluğu deyir. Aha, uyğunsuzluq. Bir doğru. Bizə deməli yanlış olan cavablar lazımdır. 5-də 2 ton bərabərdir 400 qrama yazır. Baxın, qeyd edək. 1 ton bərabərdir 1000 kiloqram. 1 kiloqram isə deməli 1 kiloqram bərabərdir 1000 qrama. 5-də 2 tonu biz birinci çevirəndə kiloqrama 1 ton 1000-i axı biz 1000-i yəni 1000 kiloqram bölməliyik 5-ə 200. Vuranda da 2-yə bu deyilir 400 kiloqram. Amma bizdə nə yazıb? Qram yazıb. Yəni qramın yerinə nə yazılmalıdır? Kiloqram yazılmalıdır. Ona görə ikincisi nə olmuş olur? Yanlış olmuş olur. 2-ni götürürük. 2 yanlış. 3-ə baxırıq. 3-də qeyd edib 5-də 2 saat 1440 saniyə. Baxaq. 1 saatımız deməli 60 dəqiqədir. Birinci 5-də 2 saatı dəqiqə çevirək. Onu da 60-ı bölərik 5-ə, vurarıq 2-yə. Bu da edər 24 dəqiqə. Və bizə baxırıq ki, saniyə ilə verir. Və 1 dəqiqəmizdə nə qədərdir? 1 dəqiqəmizdə 60 saniyə. 60 saniyə. 24 dəqiqə nə qədər oldu? 24-ə vuranda 60-a 0 yazarıq. 6 4-ün 24, 6 2 12, o da 2. 14, 1440 saniyə. Deməli, üçüncüsü də doğrudur. Dördüncüsünə baxaq. Bir də saniyə ekranı silək və dördüncüsünə baxaq. Sil. Aha. 4-də 20-də 11 desimetr 55 millimetr yazır. 1 desimetr bərabər 10 santimetrə. 1 santimetrdə 10 millimetr olduğuna görə 10-u 10-a vuranda bu deyilir 100 millimetr. Yəni 1 desimetr 100 millimetr oldu. Bəs 20-də 11-i nə qədər olacaq? Onda biz 100-ü bölməliyik 20-yə, vurmalıyıq 11-ə. 120-yə böləndə 5, 5-i 11-ə vuranda bu da edər 55 millimetr. Deməli, dördüncüsü də doğru. 5-cisinə baxırıq. 80-də 1 metr bərabərdir 1,25 desimetrə. Baxaq. 1 metrimiz bərabərdir 10 desimetrə. Və 80-də 1 metr nə qədər olacaq? Deməli, 80-də 1 metri də desimetrini ifadə etmək vurmalıyıq nəyə? 10-a vurmalıyıq.
10'a vuranda deməli sıfırlar gedər. Biri də 8-də böləndə 1-in içində 8, deməli 0 dəfə. 10-un içində 8 düşər 1 dəfə. 2 qalar. 20 içində 8 2 dəfə. 2 8-in 16 və 40-ın içində 8 5 dəfə. Yəni 0,1000-də 125 desimetr etmiş olar. Amma burada nə qədər yazıb? 1,25 yazıb. Deməli 5-incisi də nə olur? Yanlış olur. 5 yanlış. 6-cısına baxırıq. 4-də 3 həftə 18 saat. Baxaq. Deməli qeyd edək. 1 həftə bərabərdir 7 gün. Bəs 4-də 3 həftə nə qədər olacaq? Deməli 4-də 3 həftəni də tapmaq üçün vurmalıyıq neçəyə? 7 günə. Və bir günümüz də qeyd edək. Bir günümüzdə nə qədərdir? Bir gün bərabərdir 24 saata. Bunu da saatını çevirmək üçün gündən daxı bu. Saatını çevirmək üçün bir də vurmalıyıq nəyə? 24-ə vurmalıyıq. Saatını ifadə edə bilir. Onda deməli 4 ilə 24 gedir. Burada qalar 6. 3 7-in 21. 21-i də 6-ya vuranda 6 1-in 6, 6 2-in 12. 126 saat etmiş olar. Amma nə qədər burada qeyd olunub, ona baxaq. Burada qeyd olunan isə 18 saatdır. Yəni 6-cısı da nə olmuş olur? Yanlış olmuş olur. Cavabımız olur 2, 5, 6 B variantı. Keçək növbəti suala. 11-ci suala baxırıq. 11-də deyir 3 bucağın bir daxili bucağı 70 dərəcə. Digər 2 daxili bucağının fərqi isə 40 dərəcədir. Bu 3 bucağın ən kiçik daxili bucağını və 3 bucağın növünü müəyyən edin. Bir dənə 3 bucaq çəkək, tam aydın olsun. 3 bucağın bir bucağı deməli 70 dərəcə. Digərinin isə fərqi isə deyir 40 dərəcə. Biz bilirik ki, 3 bucağın daxili bucaqların cəmi 180-dir. Tutaq ki, bir bucaqla A desək, digər bucaq olsun B. Və A üzərinə B üzərinə 70, 180 dərəcə etməlidir. Onda 180 dərəcədən biz çıxsaq 70-in yerdə nə qədər qalar? 110 dərəcə qalar. Yəni A üzərinə gəlsin B-nin cəmi nə qədər olmalıdır? 110 dərəcə olmalıdır ki, 70 ilə bir işlə 180-i tamamlasın. Və fərqi isə deyir 40. Yəni deməli A çıxılsın B bərabərdir 40. Bunda tərəf-tərəfə toplasaq, B'lər islah olar. 2A bərabər olar 110, o da 40. 150-yə, 100-əni 2-yə böləndə A bərabər olar 75-ə. Biri 75-dirsə, 75-də neçə çıxanda 40 olar? B də bərabər olar ondan 35 dərəcə. Yəni bir bucaq deməli 35 dərəcə, digəri 75 dərəcə. Nə soruşurdu bizdən? Bu üç bucağın növünü müəyyən edin. Növü deməli və ən kiçik daxili bucaq. Ən kiçik daxili bucaq 35 dərəcə. 90 dərəcədən də kiçik olduğuna görə iti bucaqlı 3 bucaq olmuş olur. Cavabımız olur D variantı. Bir dəyişənlə də yazanda belə yaza bilərdiniz. Deməli 3 bucağı qeyd edək. Yəni bir bucağına 70 yazaq. Fərqi 40-dırsa, biri digərindən ya 40 artıqdır, ya da 40 əskik. Yəni biri x olsa, digəri x plus 40 olar. Və yerdə qalan bucaqların cəmi 110 olmalıdır. Bunda x üzərinə gəl x plus 40 bərabər 110-a. 110-dan 40-ın çıxanda 2x bərabər olar 70-ə və 70-i 2-yə böləndə x bərabər olur 35 dərəcə. Yəni yenə də kiçik bucaq 35 dərəcə olmuş olur. Müxtəlif yolla hər zaman eyni cavabı almış olur. Keçək növbəti suala. 12-ci suala baxırıq. 12-ci sual deməli əməllər sırasına aiddir. Yəni güman edirəm bir çoxumuz bu sualı rahat həll edə bilmişik. Ardıcıllıqda deməli birinci mötərizə, ikinci vurma və ya bölmə, yəni hansı gəlibsə, onun heç bir fərqi yoxdur. Üçüncü isə toplama və ya çıxma, yəni hansı birinci gəlirsə o da həll olunur. Heç fərqi yoxdur. Baxırıq ki, deməli birinci biz mötərizəni həll etməliyik, yəni bu ifadəni. Mötərizənin içində də ən birinci hansını həll etməliyik? Bir bölmə var, bir çıxma. Deyir ki, birinci mötərizə, ikinci isə vurma və ya bölmə. Deməli, nə var burada? Bölmə var. Birinci həll edəcəyimiz olmalıdır B. B-dən sonra mötərizənin içində nə var? C. C-ni həll etməliyik. Mötərizənin işimiz bitdi. Və sonra nə qaldı?
Baxırıq ki, toplama qaldı və vurma qaldı. Mötərizədə hər hansı bir ədəd aldı tutaq ki, düzdürmü? Sanki oldu 150 üstə gəlsin. Baxın belə göstərək. 150 üstə gəlsin. 400-ü məsələn 40-a böldünüz. Deməli düşsün 10, 10-dan ikisini çıxdıq 8. Yəni 8 vurulsun 5 bu formada oldu. Yəni bu əməldə birinci nəyi həll etməsiniz? Təbii ki, vurmanı. Yəni D-ni, sonda isə toplama A-nı. Cavabımız olur B, C, D, A. B, C, D, A, yəni Y variantı olmuş olur. Keçək növbəti suala. 13-cü suala baxırıq. 13-cü sualda deyir. Anarın X manat pulu var idi. O hər birinin qiyməti Y manat olan A sayda dəftər və qiyməti B manat olan bir çanta aldı. Anarın qalan pulunu hansı ifadə göstərir? Deməli, X ümumi pul. Qalan pulunu tapmaq üçün nə etməliyik? Xərci biz tapıb çıxmalıyıq ki, qalanını tapaq. Xərci nə qədərdir? Deyir ki, o hər birinin qiyməti Y manat olan az sayda dəftər. Baxın, məsələn, tutaq ki, dəftərin biri 2 manatdır və gelib 7 ədəd dəftər alırsınız. Nə qədər pul verməlisiniz? Deyirsiniz ki, 7-ni vuraram 2-yə, deyərəm ki, 14 manat pul verməliyim. Düzdürmü? İndi nə fərqi? Dəftərin qiyməti Y-dir və az saydadır. Necə ki, 7-ni 2-yə vurmadı. Deməli, biz onda xərci biri nə qədərdir? Dəftərlərə verəcək pul. Y vurulsun A saydadır və yaxud da A vurulsun Y saydadır. Heç bir fərqi yox. Vuruqların yerini dəyişdi. Hasil dəyişmir. Bu qədər pul verib xərc. Sonra nə qədər xərc edib? Və qiyməti B manat olan bir çanta alıb. Məsələn, qiyməti 10 manat olan 5 çanta alsaydı, deyərdiniz ki, onu vuraram 5-ə 50 manat eləyir. Məsələn, qiyməti 12 manat olan 8 çanta alsaydı, 8-i 12-yə vurardınız. B manat olan bir çanta o deməli ki, B vurulsun 1-ə, hər hansı bir yerə 1-ə vuranda da elə həmin ədədin özü alınır. Yəni, bu oldu artıq bunun nəyi? Xərclər. Deməli, ümumi pulundan, yəni X-dan xərcdən çıxmalıyıq. X çıxılsın A, Y və çıxılsın B. Bərabərdir. Formada baxırıq ki, cavabımızı verməyib. Onda nə etməliyik? Burada biz deməli, ümumi xərcləri toplaya bilərikmi? Toplayarıq. Yəni, X-dan çıxarıq nəyi? Ümumi xərclərin cəmin. Yəni, mötərizə ümumi xərclərin cəmin. A vur Y, üstə gəl B-ni. Ümumi xərcləri çıxanda yerdə qalan pulun göstərər bizə. Yəni, bu cavabda uyğun olar hansına? D variantına. Və yaxud da burada da mötərizəni açsazdır. Açanda yenə də X çıx A, Y və çıx B olmuş olacaq. Güman edirəm aydın olmuş oldu. Keçək növbəti suala. 14-cü suala baxırıq. 14-cü sualda bizə deyir ki, qabın 1/3 hissəsi boşdur. Qaba 10 litr su əlavə etdikdə qabın 6/5 hissəsi dolu olur. Əvvəlcə qabda neçə litr su var? Baxın, bu hissədə boş yazın. Burada isə dolu. Ya hər birin boş hissə ilə həll etməliyik. Yəni, boş hissə ilə həll etməliyik. Ya da hər birin dolu hissə ilə həll etməliyik. Yəni, tənliyi qurmalıyıq. 3/1 hissəsi boşdursa, dolu ilə həll edək. Nə qədərsə dolu olacaq? 3-dən 1 hissəsini çıxanda 3/2 hissəsi nə olar? Dolu. Qab nə qədər tutur bilmirik, ikisini ifadə edək. Yəni, qabın tutumu, tam tutum yazaq bura. Tam tutum. X-in 3/2 hissəsi bu eləyir 3/2 X və 10 litr əlavə etmək. Üzərinə gəl 10 və 6/5 hissəsi dolu olur. Bərabərdir 6/5 X. Yəni, bu qədərsə doluydun, dolu. Yenədən doldurduq, yəni doldurmaq yazaq və yenə də bu qədər dolu. Yəni, hər biri eyni ifadə ilə həll etmiş olur. Onda 10 bərabər olar. 6/5-dən çıxarıq 3/2-si. 6 və 3-ün orta məxrəci 6-nın özüdür. 2-yə vurarıq onda. Onda 10 bərabər olar. 6/5-dən çıxanda 2-2-nin 4-ü. 6/1 qalar. 6/1-i 10 olan ədəd X bərabərdir. 10 böl vur 6-ya, bu da edər 60. Biz qabın tam tutumun neçə tapdıq? 60 tapdıq. Gedib 60 cavabın götürürükmü? Xeyr. Çünki bizdən nə soruşur? Əvvəlcə
qabda neçə litr su var idi? 3də 1 hissəsi boşdur axı. Əvvəlcə nə qədəsi dolu idi qabın? Həmin 60-ın 3də 2 hissəsi dolu idi. Yəni əvvəlcə qabda nə qədər su var tapmaq üçün 60-ı bölməliyik 3-ə, vurmalıyıq 2-yə. Bu dedər nə qədər? 20-22-yə vuranda 40 litr əvvəlcə su var imiş. Yox, əgər sual versəydi ki, qab cəmi neçə litr su tutur? Biz deyərdik 60. Əvvəlcə 3də 1 hissəsi boş olduğuna görə, yəni 60-ın 3də 1 hissəsi 20 ilə. 60 ümumi tutur. 20-si boşdursa 60-ın 20-sini çıxanda 40 və yaxud da 3də 1 hissəsi boş olduğuna görə 3də 2 hissəsi doludur. 60-ın 3də 2 hissəsi yenə də 40. Yəni əvvəlcə qabda 40 litr su var imiş. Keçək növbəti suala. 15-ci suala baxırıq. 15-ci sualda bizə deyir: atanın yaşı 3 uşağının daha doğrusu yaşları cəminin 3 mislinə bərabərdir. Qeyd edək ata və uşaqlar. Uşaqların yaşlarının cəminin x-ni ifadə etsək, atanın yaşı uşaqların yaşları cəminin 3 misli 3x olmuş olacaq. Və sonra bizə nə deyir? Uşaqların yaşları cəmi atanın indiki yaşına çatdıqda. Uşaqların yaşları cəmi x-dir axı. Atanın indiki yaşı, yəni 3x-a çatdıqda. Demək onda uşaqların yaşları cəmi artıq 3x olacaq. Və atanın yaşı uşaqların yaşları cəmindən 10 vahid çox olacaq. 10 vahid çox olacaqsa, bəzən belə bu formada həll edirlər. Səhvi harda edirlər? Qeyd edək. Uşaqların yaşları cəmini 3x götürdülər. Atanın da yaşı uşaqların yaşları cəmindən 10 vahid çox. Yəni yazırlar 3x plus 10. Və yaş fərqi dəyişmədiyinə görə tərəf-tərəfə çıxırlar. Yəni 3x çıx x bərabərdir 3x plus 10-dan çıxırlar 3x-dan. Burada 3x dar gedər. 3x-dən 2-sini çıxanda 2x bərabərdir 10 yazırlar. Onu 2-yə bölür, x bərabər olur 5. Atanın indiki yaşı 3-ü vuranda 5-ə olur 15. 15 yaşında ata olarmı? Təbii ki, bu nə olur? Səhv olmuş olur. Bu formada necə həll edir? Baxın, ümumi birinci nümunə göstərək, məntiqin anlayaq. Deməli, uşaqlar x-dan 3x-a yaşları cəmi artıbdır. Amma diqqət edin, neçə uşaqdır? Birdə saniyə. 3 uşağın bizə deyir ki, yaşları cəmi o qədər olur. Bir nəfərin yox. Bir nəfərin olsaydı, bu formada həll edərdi. Artıq burada 3 nəfərdir. Tutaq ki, x-dan 3x-a gəlibsə, nə qədər zaman keçib onu tapmaq üçün nə edirik? Deməli, 3x-dan çıxırıq x-in. 2x il yaşları cəmi artıb və neçə il keçib bölürəm 3-ə. Bu qədər zaman keçib. Bu nə deməkdir? Məsələn, özümüzdən bir nümunə götürək. Tutaq ki, atanın 30 yaşı olsun, uşaqların yaşları cəmi 3 uşağın özü. 3 uşağın yaşları cəmi məsələn olsun 9. Bizə desin ki, uşaqların yaşları cəmi atanın yaşına çatanda, yəni 30 olanda. 9 nə zaman 30 olar? Yəni nə qədər il lazımdır ümumi cəmi üstünə gəlmək üçün? 30-dan çıxanda 9-un 21. Neçə uşaq üçün? 3 uşaq üçün. 21-i 3-ə bölərik, düşər 7. Yəni 7 il keçməlidir. Çünki ümumi yaşlar cəmi 9 deyilmiydi? 3 uşaq olduğuna görə hər uşaq 7 il yaş artır, hər biri üçün 7 gəlirik və ümumi 21 il ümumi yaş cəmi artdığına görə və 30-a tamamlanmış olur. Yəni ona görə biz nə etdik? Deməli uşaqların yaşları cəmi x-dan 3x-a gəlməsi üçün 2x il ümumi yaş lazım və 2x il 3 nəfər arasında olduğuna görə nə qədər zaman keçməli? 3-də 2x il zaman, yəni vaxt keçib. Və keçirilən vaxt, ümumi keçən vaxt hər kəs üçün eynidir. Və atanın yaşı 3x-dir axı. Deməli, atanın da yaşı 3x üzərinə gəl, 3-də 2x il nə olmuş olacaq? Olmuş olacaq. Atanın hazırki yaşı. Bir saniyə bunu aşağı düşürdək. Tam ekranda görsənsin. 2x-i də bura yazarıq. Bu da 2x. Aha, indi bizə nə deyirdi? Atanın yaşı uşaqların yaşları cəmindən 10 vahid çox olmuş olacaq. Atanın yaşını burada qeyd etmişdik. Atanın yaşı
3x üstəgəl 3-2x və uşaqların yaşları cəmi də 3x. Artıq rahat şəkildə tənliyi həll edir. Tərəf tərəfə çıxanda, yəni 3x üstəgəl 3-2x atanın yaşı, çıx uşaqların yaşları cəmi 3x çıxsa 10 vahid çox olacaq. Yəni 10-a bərabər olmuş olur. 3x-lər buradan ixtisar gedir. 3-2 hissəsi 10 olan tapılır. X bərabərdir 10-u bölərik 2-yə 5. 5-i 3-ə vuranda bu da edər neçə? 15. X-i tapdıq 15. Atanın indiki yaşını soruşur. İndiki yaşını biz qeyd etmişdik. 3x-la onda olacaq 3 vur 15-ə. Cavab edəcək 45. Hazırda atanın 45 yaşı var. Güman edirəm aydın olmuş oldu. Keçək növbəti suala. 16-cı suala baxırıq. Rəqəmləri fərqli. Deməli 4000 burada qeyd edək. 4005A7 bir ədədimiz var. Yüzüşlərə qədər yuvarlaşdıqda, yüzüşlərə qədər deyəndə ədədin təkliyi, onluğu və yüzdür. Yəni bura qədər yuvarlaş. Və alınıb neçə? 4600 alınır. A-nın ala biləcəyi rəqəmlərin cəmidir. 4600 alınırsa biz deyirik ki, neçəyə qədər deyirsə, hansı mərtəbəyə qədər? Özündən sağda, yəni sağda deməli 5, 6, 7, 8, 9 olanda plus 1 vahid artır. Amma özündən sağda deməli 0, 1, 2, 3, 4 olanda artım olmur. Və hər iki halda özündən sağdakı bütün rəqəmlər nəyə çevrilir? 0-a. Necə ki, burada 2 dənə 0 var. Bura qədər yəqin aydın olmuş oldu. 5 deməli burada neçə olub? 6 olub. Yəni plus 1 vahid artıb. Onda A-nın yerində yaza biləcəyimiz ədədlər hansılar ola bilər? 1 vahid artıbsa 5, 6, 7, 8, 9. Bunları yaza bilərik ki, artım olsun. Ədədimiz də neçə idi? 4, 5, A, 7 ədəd. Sadəcə şərtə biraz diqqətlə baxsaq, bizə deyir ki, rəqəmləri fərqli olmadı rəqəmlər. Yəni biz burada 5 olduğuna görə biz buradakı 5-i götürə bilirikmi? Xeyr. Çünki 5 var. 5, 7. Və burada 7 olduğuna görə 7-ni yaza bilərikmi? Xeyr. 7 yaza bilmirik. Sadəcə nələri yaza bildik? 6-nı, 8-i, 9-u. Yəni 4567 ola bilər. 4587 ola bilər və 4597 ola bilər. Bunlar ola bilər. A-nın yerində yaza biləcəyimiz rəqəmlərin də cəmi 6 üstəgəl 8, üstəgəl 9, 14 üstə 9 cavab edər 23, yəni Y variantı. Keçək növbəti suala. 17-ci sualda 3 rəqəmli ABC ədədinin yüzüşlərini 2 vahid artırıb, onluqlarını 3 vahid, təklərini isə 4 vahid azaltdılar. Alınan yeni ədədlə əvvəlki ədədin fərqinin rəqəmləri cəmini tapın. ABC 3 rəqəmli ədədin yerinə hər hansı bir 3 rəqəmli ədəd də götürə bilərsiniz. Və yaxud da yüzüşlərini 2 vahid artırmaq. 2 dənə 100 artırmaq o demək ki, elə 100 vur 2, bu edir 200. Yəni 200 artırmaq deməkdir. Və onluqların 3 vahid, təklərin 4 vahid azaltmaq. Onluqların 3 vahid azaltmaq 10 vur 3, 30 çıxmaq deməkdir, çünki azaldır. Təklərin 4 vahid azaltmaq isə, yəni təklərlə 1 vur 4 bərabərdir 4 azaltmaq deməkdir. 30 o da 4 çıxılsın 34 azaltmaq deməkdir. Yəni hər hansı bir ədədi deməli 200 artıracağıq və 34 azaldacağıq. Ədəd necə dəyişir? Böyükdən kiçiyə çıxarıq. Yəni plus 200 çıx 34. Bu da edər plus deməli 164. Səhv eləmirəmsə, daha doğrusu 4-ün çıxanda 166. 166 artmaq deməkdir. Yəni əvvəlki ədəddən 166 böyük olmuş olacaq. Alınan yeni ədəd ilə əvvəlki ədədin fərqi. Burada tapdığımız ədəd elə 166. Daha artıq deməkdir. Yəni növbəti ədədin 166 çox olması deməkdir. Və əvvəlki ilə fərqi ilə 166 olmuş olacaq. Bizdən də deyir ki, rəqəmləri cəmi. Elə 1 üstəgəl 6, üzərinə gəl 6. 12 o da 1, 13 olmuş olacaq. Yəni cavabımız olacaq B variantı. Bunu hər hansı bir ədəddə yoxlayaq. Məsələn, ədədimiz olsun deməli 500 tutaq ki 67. Məsələn. Başqa bir ədəd də götürə bilərsiniz. Ədəd 567. Deməli, yüzüşlərini 2 vahid artırıb.
5'in üstünə 2 gələndə bu olacaq artıq 7. Onluqların 3 vayda azaldırıq. Çıx 3. 6-dan 3-ün çıxanda 3. Təklərini də 4 vayda azaldırıq. 7-dən 4-ün çıxanda da 3. Yəni ədəd oldu 733. Necə dəyişdi? Əvvəl 567 idi, indi 733 oldu. Onda biz 733-dən çıxaq 567. 13-dən 7 6 qalar. 2-nin 6 çıxa bilmərik. 12-nin 6-sın 6. 7-dən 1 getmişdi və 6-dan 5 1. Yenə də eyni cavabı almış oluruq. Heç bir fərqi yoxdur. Güman edirəm aydın olmuş oldu. Keçək növbəti suala. 18-ci suala baxırıq. Tənliyin kökü haqqında hansı fikir doğrudur? Tənliyi həll edək. Deməli, birinci mötərizəni vurub açmalıyıq. 5x vuranda bu edər 5x. Burada qeyd edək. 5x. 5-i 3-ə vuranda çıx 15. Üzərinə gəlsin 2x olduğu kimi yazır. Bərabərdir. Növbətində paylama qanuna görə 3x vuranda 3x. 3-ü 5-ə vuranda 3 5-in üzərinə gəlib 15. Plus 2 də öz yerində. Dəyişənləri bir tərəfə, yəni 5x ilə 3x bir tərəfdə. Digər ədədləri isə bir tərəfdə yazmalıyıq. Ondan 5x öz yerində qalsın. 3x-i sola keçirdəndə çıx 3x olmuş olar. 2x də öz yerində, üzərinə gəl 2x. Bu bərabərdir. 15 üstə 2 gələndə 17. Çıxılsın 15-i sağa keçirdəndə üstə gəlsin 15 olmuş olacaq. 5-in üçün çıxanda 2, 2 üstə 2. 4x bərabərdir. 17 üstə 15 32. 32-ni 4-ə böləndə x bərabərdir 8. Yəni tənliyin kökü neçə oldu? 8. Hansı fikir doğrudur? Təbii ki, bu tip suallarda variantları bir-bir yoxlamalıyıq. A variantında deyir ki, tənliyin kökü tərəfi 2 olan kvadratın perimetrinə bərabər. Kvadratın perimetri 4 A ilə hesablanır. Tərəf 2-dirsə 4 vur 2-yə cavab neçə eləyir? 8. Yəni biz deyirik 8 almışdıq. Hansı doğru? Cavab A variantı. Digər variantları artıq yoxlamırıq ki, vaxt gedib, video daha uzun olub, siz üçün yorucu olmasın. Digər variantları yoxlasaq düzgün olmaz. Hər hansı bir variantda qaranıq qalan bir şey olsa, rəy bölməsində qeyd edə bilərsiniz. Keçək növbəti suala. 19-cu suala baxırıq. Şəkildə göstərildiyi kimi, kuboid formalı fiqurdan başqa bir kuboid formalı hissə kəsilib çıxarıldı. Yerdə qalan fiqurun həcmi neçə kub santimetrdir? Birinci yadımıza salaq ki, daha doğrusu kubun da, kuboidin də həcmi n vur uzunluq vur hündürlükdür. Kuboiddə isə n uzunluq hündürlük fərqli ola bilər deyə biz A vurulsun B vurulsun C şəklində yazırıq. Yəni n vur uzunluq vur hündürlük. Bu tip sualları daha rahat necə həll edərik? Birinci ümumi biz bu kubu, yəni daha doğrusu kuboidu tamamlayaq. Yəni əvvəlki görə necəymiş? Kəsilən hissə də ortadadır. Deyərək ki, bu hissə 3 olduğuna görə, yəni buradan qırmızı ilə göstərdim. Bu hissə 3 olduğuna görə bunun qarşı tərəfində neçə olmalıdır? 3. 2 var, 3 var və 4 var. 2 üstə 3 5, o da 4, 9 etmiş olacaq. Bunda olacaq V bərabərdir. 9 vurulsun. 9 uzunluq. Hündürlüyü nə qədərdir? 8-ə vur 8-ə. Və o da vurulsun. N nə qədərdir? 6-ya. 9 8-in 72 və 72-ni 6-ya vuranda 6 2 12 bir yadda. 6 7 42, o da bir 43. Deməli, əvvəlki kuboid 432 kub santimetrmiş. Və kəsilən hissəni də görürük. Kəsilən hissəyə baxsaq, necə taparıq? Kəsilən hissədə isə yazarıq ki, V bərabərdir. Burada qeyd edək. Bir saniyə. V bərabərdir. Deyirik ki, mənim burada görürük ki, həmin kəsilən hissədə, həmin o kuboidin eni var. Eni nə qədərdir? 3. Onda yazarıq 3 vurulsun. Sonra deyirik ki, mənim buradakı hündürlüyü, yəni bu 8 olan hündürlük, buradakı hündürlüyü onsuz bərabərdir. Çünki tam kəsilir. Onda hündürlüyü nə qədərdir? Hündürlüyü deyirik ki, 8. Vurulsun 8-ə. Və bizdə nə lazımdır artıq? Bunun uzunluğu. Uzunluğunu necə tapırıq? Şəklə diqqətlə baxsaq, deyərik ki, baxın buranı silək, tam aydın olsun. Deyə bilərik ki, əgər burada 1 santimetrlik yer qalıbsa, ümumi bura nə qədərdir? 6 santimetr deyilmiydi? Yəni bura 6-dırsa, baxın belə göstərək. Deməli buradan bura olan hissədə nə qədərdir? 6-dır da eynidir. Əgər bunun biri burada qalıbsa, 6-dan 1-in çıxanda yerdə neçə qalır? 5. Deməli bu hissə nə qədərmiş? 5'miş. Uzunluğunu da tapdıq mı? Bəli.
Uzunluq da oldu deməli 5. Vurulsun 5. 8 5-in 40, 40-ı da 3-ə vuranda bu da eləyir 120 kub santimetr. Ümumi hamısı 432 kub santimetrdir. Və 120 kub santimetr kəsilibsə, nə qədəsi qalıb bu? 432-dən çıxarıq 120. 2, 1, 3, cavab edir 312 kub santimetr, yəni A variantı. Güman edirəm bu sualda aydın olmuş oldu. Keçək növbəti suala. 20-ci və sonuncu sualımıza baxırıq. 1 kiloqram yağın qiyməti 14 manat, 1 kiloqram pendirin qiyməti 8 manat, 400 qram yağ və 1 kiloqram 500 qram pendir alan müştəri kassaya 20 manat verərsə, nə qədər qalıq pul almalıdır? Deməli, qeyd edək, bizə nə lazımdır? 1 kiloqramın neçə qram olduğu, 1 kiloqram 1000 qramdır, xatırlayaq. Və biz burada manat qəpik söhbəti olduğuna görə qeyd etməliyik ki, 1 manat bərabərdir 100 qəpik. Təbii ki, indi 1 kiloqram 1000 qram olmağı, 1 manatın 100 qəpik olmağı hər biriniz aydındır. Sadəcə izah olaraq bunları mütləq qeyd etməliyəm. Özünüzdə imtahanda olanda formada qeyd edin ki, texniki və yaxud da mexaniki hər hansı bir səhv etməyək. Baxaq. Deməli, yağ üçün baxırıq. Yağın qiyməti 14 manatdır və 400 qram yağ alır. Yağın 1 kiloqramı, yəni 1000 qramı deməli, 1000 qram yağ üçün baxırıq. 1000 qramı 14 manatsa 1 manat 100 qəpikdir. 14 manatda nə qədər eləyir? 14-ü 100-ə vuranda 1400 qəpik. Yəni 1000 qramı 1400 qəpikdirsə, bəs 400 qramı nə qədər olacaq? 400 qramı x. Çarpaz şəkildə vursaq onda, yəni 400 vur 1400-ə və bölünsün nəyə? 1000-ə. İxtisarları aparsaq, 3 0 buradan silərik, 2, 3-ünü də buradan. Yerdə qaldı 40 vur 14, 4-ü 14-ə vuranda 56, arxasına 1 0 yazarıq. 560 qəpik. Yəni bu oldu nəyin qiyməti? Yağa veriləcək pulun qiyməti. İndi isə keçək, pendiri də alaq, yeməyimizi yeyək, az qalmayaq. Nəysə, davam edirik. 1 kiloqram 500 qram, 1 kiloqram 1000-dir, o da 500, yəni 1500 qram alan nə qədər? Və pendirin də qiyməti 8 manatdır, yəni 1000 qramı, deməli 8 manatdır, 800 qəpik deməkdir. 1000 qramı 800 qəpikdirsə, bəs 1 kiloqram 500 qramı, yəni 1500 qramında nə qədər olar? 1500 qramda bilmirik, məsələn, bunda bir y-ni işarə edir. Çarpaz şəkildə vursaq, olacaq 1500 vur 800-ə və böl neçəyə? 1000-ə. İxtisarı yenə aparaq. 3 0 buradan gedir, 2-si buradan, bir tanəsi də buradan. Bu da bərabər olar. 150-ni vuranda 8-ə, 8 15-ə vuranda 120, arxasında da 1 0, 1200 qəpik də buradan olmuş olar. Deməli, 560 qəpik 1 verdi. Plus 1200 qəpik də 1 verdi. Yəni, cəmi ümumilikdə 0, 6, 7 və 1. 1760 qəpik alacaqları tutdu. Kassaya nə qədər verib? 20 manat. 20 manatı da biz daha rahat qəpiyə çevirsək, 20 arxasına 100-ə vuranda, deməli, 2 0 yazdıq, 2000 qəpik demək. 2000 qəpik verib və 1760-ı ümumi xərcidir. Onda 2000-dən biz çıxarıq nə qədəsin? 1760 qəpik. 0, ondan altısı. Yerdə qalar 4, 9-dan 7, 2, 1-dən 1, 0. 240 qəpik, 240 qəpik də 2 manat. Deməli, 40 qəpik deməkdir. Təbii ki, bunu əvvəldən də çevirib, yəni cavabımız D variantı. Əvvəldən də çevirib 5 manat 60 qəpik, 560 qəpik 5 manat 60 qəpik kimi, 1200 qəpik isə 12 manat kimi yaza bilərdiniz. Heç bir fərqi yoxdur. Sadəcə mən izah baxımından bir-bir formada yazıram ki, məsələn, bəzi izahlar var ki, siz üçün daha rahat olar. Yəni, fikirləşərsiniz ki, yəni buna nə ehtiyac, bu daha rahat. Amma inanın ki, sizə rahat gələn suallar bir çox müəllimlər üçün çətin gəlir və yaxud da sizə çətin gələn suallar
bir çox müəllimlər üçün rahat gələ bilər. Yəni bu mümkündür. Sualların, izahların sizlərə bir faydası varsa, videonu bəyənib, kanala abunə olub, videoları paylaşa bilərsiniz. Bu cür video izahlardan da xəbərdar olmaq üçün deməli bildirişi tam aktiv etməyi unutmayın. Güman edirəm sizlər üçün bir faydası olmuş oldu. Növbəti video izahlarda görüşənədək mən Şəmxal Sadıqlı. Hələ ki, hələlik.